Bu karşımda gördüğünüz dünyanın en büyük RGB mini LED televizorudur. Hisense brendi tərəfindən CES 2026 çərçivəsində təqdim olunubdur. Əslində istifadə olunan texnologiya RGB Evo texnologiyasıdır. Qısa olaraq izah edeyim bu nədir? RGB texnologiyası televizorlarda görüntünü əmələ gətirən piksellərin rəngidir. Yaşıl, qırmızı və göydən istifadə olunur. RGB Evo texnologiyasında isə başqa bir rəng əlavə olunur. Bu siyam rəngidir. Mavi rənglə yaşıl rəngin qarışığı da demək olar. Bu pikselin sayəsində təbiət rəngləri daha canlı emal olunur. Hal-hazırda ekranda sizə göstərim. Məsələn, səmanın rəngidir, ağacların rəngidir, eyni zamanda təbiətdə olan suyun rəngidir. Daha yaxşı görüntü keyfiyyəti verə bilir və daha təbii, daha canlı rənglər əldə etmək olur. Eyni zamanda bu televizorun parlaqlığı 5000 nits səviyyəsindədir. Həqiqətən çox möhtəşəm bir parlaqlığa qalxa bilir ki, hətta açıq havada, günəş altında belə çox dəqiq rənglər və görüntü keyfiyyəti verə bilir. Baxın, təbiət rəngləri necə möhtəşəm görsənir bu televizorda. Bundan başqa Hisense qiyməti hardasa $100.000 üzərində olması proqnozlaşdırılan CES-in ən yaxşı innovasiya mükafatına layiq görülmüş 4 rəngli mikro-LED texnologiyalı ekranını da təqdim edibdir. Çox möhtəşəm və nəhəng bir cihazlı. Gəlin onunla da yaxından tanış olaq. Dünyanın ilk 4 rəngli mikro-LED texnologiyalı televizoru Hisense tərəfindən təqdim olunubdur. 163 düymlü bir ekrana sahibdir. CES-də ən yaxşı innovasiya mükafatının sahibidir gördüyünüz bu ekran. 4 rəngli mikro-LED texnologiyası nədən ibarətdir? Qısa olaraq izah edeyim. Hisense bu dəfə daha bir rəngi əlavə edibdir. Bu sarı rəngdir. Bu da ekranda, görüntülərdə, günəş batımında, xüsusən də dəri rənginin tonlarında inanılmaz canlı rənglər əldə etməyə səbəb olur. Eyni zamanda bu televizoru daha dəyərli eləyən bir element də var. Bu da daxilində AI engine, yəni süni intellekt mühərrikinin olmasıdır. Həmin mühərrik sayəsində bu böyük ekranda köhnə filmlər belə keyfiyyətli görsənir. Yəni pikselləri birləşdirərək keyfiyyəti daha da artıra bilir və təsadüfi deyil ki, CES-də gördüyünüz bu bütün mükafatların sahibi məhz Hisense olubdur. Əslində mən Las Vegasda Hisense brendinin dəvəti ilə onların təqdimat tədbirində də iştirak eləmişdim və iki məsələni xüsusi olaraq vurğuladılar. Onlar dünyada bir nömrəli 100 düymün üzərində ekran istehsal eləyən əsas brenddirlər. Eyni zamanda dünyada birinci yerdədirlər Lazer TV-nin istehsalında. İstər adi televizorlarını, istərsə də lazer televizorlarını Azərbaycanda tam rəsmi şəkildə kontakt.az-dan əldə edə bilərsiniz. CES-dən yayımları izləmək üçün də bizim kanala keçid etməyi mütləqdir.